Diqqət, sizinlə işimiz var. İş qurmaq, mövcud biznesini böyütmək, karyerasında irəliləmək istəyənlər üçün Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugünkü həmsöhbətim ikinci yüksəliş müsabiqəsinin qaliblərindən olan Əli Əhmədovdur. Biz Əli bəy ilə birlikdə kadrların şəxsi və peşəkar inkişafı üçün təlim və mentorluq proqramları nə qədər effektivdir, nələrə diqqət etmək lazımdır, bu istiqamətdə trendlər nələrdən ibarətdir, məhz bu haqda danışacağıq və müzakirəmizə hər kəs qoşula bilər. Telefon nömrəmiz də açıqdır. Söhbətə sən də qoşul. Telefon nömrəsi 012 404 11 22. Əli bəy, xoş gəlmisiniz. Necəsiz? Salam Nərmin xanım, xoş gördük. Sağ olun, necəsiz? Təşəkkür edirəm. Baxın, bizdə təlimlər sanki daha öncə 10 il var da yəqin ki, artıq aktualdır və daha çox ola bilər yoxsa? Təxminən axı trend olaraq belə son 10 ildə. 10 il. Amma mentorluq daha yeni. Hətta deyərdim bəlkə yüksəlişdən sonra daha tez-tez eşitməyə başladıq da bu haqqda. Yanılmıram. İlk öncə sizə və İctimai Radio rəhbərliyinə dəvət üçün təşəkkür edirəm. Bəli, bu mövzu ümumiyyətlə təlim və mentorluq mövzusu son illərdə və son 10 ildə desək daha aktual bir mövzuya çevrilibdir və bunun da bir çox səbəbləri var. Nə üçün təlim və mentorluq aktualdır? Bu istiqamətdə qısa danışa bilərik əgər istəyirsə. Birincisi, qlobal əmək bazarında rəqabətlik artır. Son illərdə 10 illikdə, 20 illikdə müqayisədə artıq bu istiqamətdə vəziyyət dəyişib. İqtisadi və texnoloji dəyişikliklər davamlı öyrənmə ehtiyaclarını artıq artırır və yeni nəsli nəzərə alsaq, Z nəsli desək, gənc peşəkarlar fərdi yanaşma və inkişaf imkanlarını artıq yeni yanaşmalar yaranıb bu istiqamətdə, artıq tələblər artıbdır. Bu istiqamətdə də və təlim və mentorluq bu kimi istiqamətdə yeni yanaşmaların tətbiq olunması olduqca vacibdir ki, yeni trendin və yeni yanaşmalarla ayaqlaşmaq, uzlaşmaq olsun və daha effektiv bir prosesə çevrilsin. Biz indi ümumi başlığı altında danışırıq təlim və mentorluq proqramları, amma bunlar bir-birindən əslində çox fərqlidir. Və məsələn, gəlin başlayaq əvvəlcə təlimlərdən. Hansı halda adam qərar verə bilər ki, məsələn, bu bacarığı inkişaf etdirmək üçün və həyatında bu istiqamətdə, peşəkar həyatında dəyişiklik etmək üçün təlimə ehtiyacı var, amma hansı məqamda anlamaq olar ki, sənə mentor lazımdır? Çox əslində maraqlı bir sualdır, çünki bir çox platformalarda və bir çox istiqamətlərdə bu polemikalar olur, təlim və mentorluq. Təlim daha çox fərdi inkişafın ilkin bir mərhələsidir, hansında ki, insan daha çox texniki olaraq biliklərini artırmasının istiqamətində fikirləşə bilər. Daha çox hansısa hard belə də ağır bacarıqların inkişafı. Mentorluq isə bu daha çox soft bacarıq deyil. Bu istiqamətdə daha çox fokuslanır. İnsanın yanaşması, işə yanaşması, hadisələrə yanaşması, müxtəlif mövzulara yanaşması. Bu istiqamətdə mentor təcrübəsindən daha çox istifadə olunur. Mentor insana bir növ istiqamət verir və onun fərdi inkişafı üçün ona uyğun olan, ona daha faydalı olan istiqamətləri bəlli edir. İnsanın içində olan potensialı açmağa daha çox imkan verir. Təlim daha çox hansısa bir bilik və yeni biliklərin öyrənməsi istiqamətində olsa da, mentorluq daha çox insanın içində olan potensialı açmaq üçün ona bir növ fayda olur. Təsəvvür edin ki, bir yolu keçmiş, bir təcrübəli, bir bilikli bir insan sizə bu yolu keçmək üçün, daha uğurlu olmaq üçün faydalı bir məsləhətlər verə bilər və sizin özünüzdə olan potensialı açmaq üçün sizə daha da yardım ola bilər. Mentorun təlimdən düşünürəm ki, əsas fərqi budur. Amma daha çox yəqin ki, öz təcrübəsini danışacaq. Məsələn, mən belə elədim, belə oldu. Belə yanaşma olur da burada. Mentor dediyimiz şəxs, ümumiyyətlə mentor kimdir? Birinci bu suala baxmaq lazımdır. Mentor hər hansı bir mövzuda müəyyən bir uğur əldə etmiş insan, müəyyən təcrübə toplamış insan, hansı ki, müəyyən bir yol keçib və bu yolda öz bilik və bacarıqlarını göstərib və əlavə təcrübə toplayıb. Mentor insana, hər hansı bir şəxsə, istər bu karyerasının başlanğıcında da ola bilər və hətta sizə deyim ki, yeni artıq trenddə artıq rəhbərlər belə, top rəhbərlər belə mentor, coach təcrübəsindən istifadə edirlər. Sırf idarə etmə baxımından işçilərin, kadrların idarə olunması, düzgün idarə olunması, işə düzgün yanaşma, işçilərin hətta komandanın fərdi inkişafında mentor və coach təcrübəsindən artıq istifadə olunması çox bir trendə çevrilib.
ən böyük dünya səviyyəsində böyük rəhbərlər belə artıq mentordan, koçdan istifadə edirlər. Çünki bu karyeranın istənilən mərhələsində mentor faydalı ola bilər və faydalıdır deyə düşünürəm. Bu dünya təcrübəsini siz daha çox deyirsiniz. Bizdə necədir? Bizdə mən misal üçün sizə yüksəliş platformasından misal gətirə bilərəm. Bildiyiniz kimi yüksəliş müsabiqəsinin qalibləri digər bütün mükafat və sairədən əlavə mentor proqramına qoşulurlar. Ölkənin tanınmış top belə deyək rəhbərləri, rəhbər şəxsləri yüksəliş qaliblərinə mentorluq proqramı çərçivəsində dəstək olurlar bir il ərzində. Mən deyim ki, mentordan öyrəniləcək şeylər sırf konkret biliklərdən əlavə yanaşma məsələsi çox önəmlidir. Çünki bir insan müəyyən bir yol keçib, böyük bir təşkilatın, böyük bir nazirliyin deyək, rəhbər vəzifəsində çalışır və bu situasiyalarda, çətin vəziyyətlərdə özü necə aparmaq lazımdır, hansı mövzulara diqqət yetirmək lazımdır, bu yolda qarşılaşılan əsas risklər, əsas çətinliklər, onlara necə bacarmaq lazımdır, müəyyən vəziyyətlər özü necə aparmaq lazımdır. Bu kimi çox dəyərli məsləhətlər olur və mən şəxsi öz təcrübəmdə deyə bilərəm ki, mənə çox dəstək olub, mənə yardımcı olub. Kim idi sizin mentor? Mənim 2 mentorum olub, çox deyərdim ki, faydalı və bəxtim gətirib bu istiqamətdə. Birincisi Emin Hüseynov, ikincisi də Zakir İbrahimov, hansı ki, hal-hazırda mən Azərqot Qapalı Səhmdar Cəmiyyətində çalışıram və bizim idarətin sədridir. Biz uzun müddət fərqli mövzulara danışmışıq və mənə çox faydalı məsləhətlər olub və indiki karyeramda hal-hazırda o məsləhətlərdən faydalı istifadə edirəm deyərəm ki. Amma ola bilər ki, məsələn, kimsə də bu haqda düşünür ki, bəlkə mən özümə bir mentor seçim. Burada seçim edəndə nəyə diqqət etmək lazımdır? Hansı meyarlar var? Çox aktual mövzudur. Yəni mentor seçimi özlüyündə çox bir deyərdim ki, ən kritik tərəfi mentor seçimidir. Düzgün seçim etmək lazımdır ki, mentor sənə daha faydalı olsun. Hətta deyərdim ki, hal-hazırda yeni belə bir platformalar var, mentor seçimi var. Mentor seçimi platformaları var artıq. İnsan öz tələblərinə, öz şəxsi istəklərinə uyğun olaraq mentor axtarış edir, onun profilinə baxır, onun təcrübəsini baxır, onun keçdiyi yola baxır və ona daha uyğun olan mentor seçmə imkanı yaranır. Mentor seçərkən mütləq şəkildə bu prosesin, mentorluq prosesinin ən vacib kritik məqamı mentor seçimidir. Bunun üçün insan ilk öncə öz istəklərini anlamalıdır, öz tələbatlarını anlamalıdır, nə üçün ona mentor lazımdır, hansı istiqamətdə lazımdır və ondan sonra, mən misal üçün deyim, hətta yüksəliş müsabiqəsi çərçivəsində belə bildiyiniz kimi mentorların sayı kifayət qədər sayı dəqiq deyə bilməyəcəm, 20-yə yaxın var və qaliblər də var. Hansı qalibə, hansı mentor seçilməlidir, bu çox önəmlidir. Profil uyğun olmalıdır, hətta xarakterlə uyğun olmalıdır, müəyyən yanaşmalar düzgün üstə düşməlidir. Elə insan ola bilər ki, çox güclü mentordur və çox güclü mentidir, amma onların bir iş birliyi effektiv olmaya bilər. Burada bir çox amillər var. Ona görə və düşünürəm ki, yüksəliş müsabiqəsi də mentor seçimi çox gözəl edib. Çox elə bir incəliklərə fokuslanıblar ki, yəni inanılmaz dərəcədə effektiv olub. Bir var ki, bunu sənin üçün peşəkarlar edir. Yəni kimsə qərar verir ki, sənin mentorun kim olsa daha yaxşıdır, sənə daha çox şey öyrədə bilər. Amma ola da bilir ki, yəni biz əgər özümüzə seçim etmək istəyiriksə, bax maraqlıdır ki, burada həmin insan vacibdirmi məhz bizim sahədə olan kimsə olsun, yoxsa başqa sahələrə də baxmaq olar? Və ya çox üzr istəyirəm. Məsələn, qadındırsa, qadın mentor seçsəm daha yaxşıdır, yoxsa kişi ola bilər? Sahənin fərqi var. Yəni nəyə diqqət edək? Əslində, misal üçün bir trendi deyim sizə. İnsanlar adətən mentor seçimində ingilis ifadəsində title-a fikir verirlər ki, əsas misal üçün top bir vəzifədə olsun və yaxud da top bir insan olsun. Amma bu hər zaman effektiv olmaya bilər. Mentor seçimi daha çox xarakterə uyğun, onun keçdiyi yola uyğun. Hətta misal üçün gender də ola bilər. Misal üçün ola bilsin ki, hansı qadın mentor kişi mentorya daha faydalı olar, nəinki əksinə. Çünki insanların xarakterlərində olan belə deyək, müsbət mənfi tərəf ola bilər. Məndə misal üçün hansısa zəif tərəf var, amma mentorumda bu tərəf daha güclüdür. O mənə deməli daha yaxşı mənə fayda verə bilər, nəinki mənə bir oxşar bir insan. Fərqlilik də özü bir əlavə dəyər yaradır deyə düşünürəm. Bunu da ancaq yoxlayıb, sınayıb bu qərara gəlmək olar da. Məsələn, həmin insanın xarakteri mənə uyğundur ya yox. Çünki biz o top belə hesab etdiyimiz hər kəsi yaxından tanımaya bilərik. Məsələn, uzaqdan baxırsan ki, izləyirsən LinkedIn-də falan, hər şey yaxşıdır, amma xarakterin necə olduğu ilə bağlı konkret bir fikrin olmur.
Əlbəttə ki, o olsa daha ideal olar, amma gəlin razılaşaq ki, bizim hər zaman mentoru seçib, onunla işləyib və sonda nəticəyə gəlməyimiz ki, bu mənə faydalıdır yoxsa, bu hər zaman alınmır. Misal üçün yüksəliş misalında biz hər hansı mentorların hamısını bir-bir işləyib qərar verə bilməzdik. Əlbəttə ki, bu birincisi vaxt baxımından mümkün deyildi. İkincisi də ki, effektiv olmazdı. Əlbəttə ki, fərdi tanışılsa daha yaxşı olar, amma düşünürəm ki, bunun üçün kifayət qədər toollar var, vasitələr var, hansı ki, bunun üçün əvvəlki mentorların fikirlərini oxumaq olar, həmin mentorun hər hansı bir yanaşmasını izləmək olar, onun işinə baxmaq, profilinə baxmaq olar, xarakterinə baxmaq olar və insan özünə uyğun olan daha yaxın bir mentor düşün tapa bilər. Aydındır. Biz hələ mentor məsələsinə qayıdacağıq, amma təlimlərlə bağlı da, məsələn, mən düşünürəm ki, sahibkarlar iki yerə ayrılır da. Bir qrup sahibkar düşünür ki, bəli, yatırım etmək vacibdir, əməkdaşları daim olaraq müxtəlif təlimlərə göndərir, amma həmin şəxslər, digər qrup isə buna çox da önəm verməyən sahibkarlar, məsələn, düşünür ki, hətta mən əməkdaşı hazırlayacağam, sonra gedib başqa bir şirkətdə çalışacaq, itirəcəm, mən pul yatırıram, öyrədirəm, amma itirirəm məsələ. Yəni yanaşmalar belə olur adətən. Birinci şəxslər ki, kim əməkdaşına yatırım edir, bu halda bəzən belə bir problem çıxır. Bilmirəm, sahibkarın, rəhbərin bundan xəbəri olur ya yox. Amma əməkdaş məsələn təlimə gedir, gəlir. Sonra indi komanda daxilində müzakirə gedir də. Hə, nə öyrəndiniz, necə keçdi, nə danışdılar? O bu cümləni işlədir ki, heç bildiyimiz şeylər. Yəni yanaşma bu olur. Bildiyimiz şey. Yəni, heç nə yeni bir şey öyrənmədik. Bunun belə baş verməməsi üçün nəyi bilmək lazımdır? Həm təlimçilərə, həm şirkət rəhbərlərinə, yəni düzgün əməkdaş seçimi necə olmalıdır, kim getməlidir, təlim necə seçilməlidir? Bununla bağlı da indi birazdan ətraflı müzakirəmiz olacaq. Söhbətə sən də qoşul. Telefon nömrəsi 012 404 1122. Əgər təlimdən qayıdan əməkdaş deyirsə ki, elə bildiyimiz şeyləri eşitdik orada da, təzə heç nə öyrənmədik. Burada kim hansı səhv edib? Yəni şirkət rəhbəri mi səhv adamı göndərib, təlimçi mi səhv seçilib? Çox bir yaralı bir yerə toxundunuz. Çünki təlimin seçilməsi və ya mentor halında danışdığımız təlimin seçilməsi çox önəmlidir. Şirkət olaraq, müəssisə olaraq düzgün təlim ehtiyaclarını anlamaq, işçilərin profillərini düzgün analiz etmək, hər profilə, hər ehtiyaca uyğun düzgün təlimçinin seçilməsi çox önəmlidir. Ola bilər ki, əlbəttə hansı işçi göndərilir təlimə və ona maraqlı olmur. Burada da normal bir haldır, çünki işçinin tələbləri, ehtiyacları düzgün araşdırılmayıb, şirkətin buna uyğun strategiyası düzgün araşdırılmayıb və bu da bir növ qeyri-effektiv bir təlim prosesinə çevrilmiş olur. Düzgün yanaşma əsas məsələlərdən biri düzgün profil analiz olunması və təlimin fərdiləşdirilməsi olduqca önəmlidir. Hər bir işçinin, hər bir şöbənin, hər bir istiqamətin fərdi ehtiyaclarına uyğun olaraq təlimin seçilməsi olduqca vacibdir ki, daha effektiv olsun. Sonra məsələn işçilər, indi biz təlimlər hansı işçilərdə belə biraz qorxu da yaradır da bəzən. Onlar çünki məsələn bir qrup işçi var ki, istənilən dəyişiklik onlarda tərəddüd yaradır, qorxu yaradır ki, görəsən yəni gül kimi idi də hər şey, əvvəlki kimi gedirdi, nə ehtiyac var bu dəyişikliyə? Məsələn təlim də eynən belə bir hissi yarada bilər. Bu halda əməkdaşları necə hazırlamaq lazımdır o təlimə göndərəndə ki, yəni qorxma da, sən qalırsan təlimə gedirsən öyrənməyə və hətta daha yaxşı olacaq sənin üçün. İlk öncə buna digər bir prizmadan yanaşaq ki, ümumiyyətlə təlim, inkişaf məsələlərini şirkətin, cəmiyyətin bir mədəniyyətinə çevirməsi çox önəmlidir. İşçilər təlim prosesinə, inkişaf prosesinə daim açıq olmalıdırlar. Şirkət bunu daim təşviq etməlidir. İşçilərin özlərində təlimlərə getmək, inkişaf etmək üçün həvəs yaratmaq lazım və ən əsası o təlimlərin inkişafın məqsədini anlamalıdırlar ki, mən nə üçün təlimə gedirəm, bu mənim üçün nə üçün vacibdir. O düzgün strategiyanı aşılayandan sonra işçi başa düşəcəkdir ki, bu təlimə nə üçün gedir, ona nə üçün lazımdır. İşə daha çox bağlı olacaq, daha çox professional olaraq inkişaf edəcək, onun bazarda işçi olaraq dəyər artacaq, işdən dəyər artdıqca artıq cəmiyyətin də, şirkətin artıq bundan faydalanmış olur. Ona görə təlimə gedilməsi məsələsi bu əlbəttə ki, fərdi bir yanaşmadır hər kəsin subyektiv olaraq, amma ümumilikdə şirkət olaraq, cəmiyyət olaraq bunun mədəniyyət formasına keçildiyi halda düşünürəm ki, təlimlər daha effektiv olacaq və daha çox fayda gətirəcək cəmiyyət üçün.
Əli bəy, bəzən də ola bilər ki, məsələn, işçilər üçün təlim və mentorluq proqramları əlavə bir yük kimi, iş kimi görünə bilər. Yəni bir də bu stres gəldi. Hər şey bu qədər iş var idi, bir də bu təlimə getmək lazımdır. Bunun belə olmaması üçün təlim günlərimi düzgün seçilməlidir, yoxsa yəni orada nəyi nəzərə almaq lazımdır və işçinin işdə hansı mərhələdədirsə, ola bilər ki, əlində vacib layihə var və s. necə təyin etmək lazımdır ki, onu nə vaxt göndərmək lazımdır və hansı saat aralığında? İlk öncə onu deyim ki, sizə iş yerində, iş mühitində iş heç zaman bitmir və hər zaman yüklü olur insan. Bu insanın hər bir şəxsin və belə də daha çox da bu təlimlərlə məşğul olan bir şöbənin koordinasiyası çox önəmlidir. Bunu prioritetləşdirmək lazımdır. Bunu işin bir hissəsi kimi qəbul etmək lazımdır. Təlim ekstra bir şey deyil. Bu bizim işimizin, həyatımızın bir hissəsidir. Daimi inkişaf, continuous improvement deyirlər. Yəni bu olmadan başa düşmək lazımdır ki, bu olmadan artıq biz deyərkən bu inkişaf etməyən bir qurum, cəmiyyət artıq uçuruma getmək riski yaranır. Bunun üçün təlimi bir işin bir hissəsi, yəni 100%-in misal üçün 25% təlimdir. Yəni bunu insanlar normal qəbul etməlidir. Təlimə getmək, təlimə vaxt ayırmaq əlavə bir iş kimi baxmalı deyirlər. Və bu zamanda düşünürəm necə ki işləri prioritetləşdirdik və təlim ehtiyaclarımızı da, təlim proqramımızı ona uyğun da etmək lazımdır. Təlim işin bir hissəsidir. Yəni bu ayrılmaz bir hissəsidir. Onda iş günlərinə salmaq lazımdır, həftə sonuna yox. Baxın, qısa baxaq ki, təlimin bir çox istiqamətləri var. Təlim şərt deyil ki, harasa xaricə getmək lazımdır, ofisdən kənar getmək lazımdır. İş saatlarında da təlimi rəhbərin özü də işçilərinə iş prosesində təlim edə bilər. Hansısa bunun üçün bir çox istiqamətlər var. Misal üçün hansısa bir təcrübəli işçi digər işçini iş əsnasında təlim edə bilər. Hansısa buna peer də deyirlər, yəni eyni rangda olan işçilər bir-birinə öyrədə bilərlər. Belə bir praktikalar var. Misal üçün daha təcrübəli işçi yeni gələn işçini onun yanında oturur. Bunun üçün kölgə də bir prinsipi deyirlər ki, oturur yanında, baxır ona, onun işini izləyir. Yəni işdən ayrılmadan öyrənmək olar bunu. Amma idealda əlbəttə ki, böyük bir təlimlərdən danışırıqsa, yaxşı olardı ki, işçilərin bunun bir işin bir hissəsi olduğu üçün, yəni bunu da iş vaxtına salınsa daha effektiv olar və qeyri-iş vaxtları olunursa, zaten qeyri-iş vaxtı da belə onun üçün də işə çıxdığı üçün insan onda bir hər hansı bir məcəlləyə uyğun olaraq da tənzimlənir düşünürəm ki. Bəs rəhbərin özünün təlim keçməsi bu nə qədər sizcə effektiv olur? Çünki bəzən işçi ola bilər ki, istəməyə bilər ki, müdir onun haqqında nəyisə bilmədiyini bilsin və ya nəyisə soruşmaqdan çəkinə bilər. Rahat özünü ifadə etməyə bilər. Yəni baxmayın da müdürüdür. Gəlin ilk öncə baxaq ki, təlim ehtiyacları necə formalaşır. Bunun üçün dəyərləndirmə deyilən bir şey var, anlayış var, performans dəyərləndirməsi. İşçinin performansı dəyərləndirilir il ərzində, bir müddət işləyəndən sonra. Bunun bu rəhbəri özünün qiymətləndirməsi olur işçinin. Ondan sonra onun birbaşa rəhbərinin qiymətləndirməsi olur. İnsan resursları əməkdaşlığı bu istiqamətdə cəlb olunur və 3 nəfərin birlikdə qərara gəldikləri bir yanaşma olur ki, insan nəyə ehtiyacı var? Birinci, insan öz ehtiyaclarını yazmalıdır ki, mənim buna ehtiyacım var. Rəhbər özü də buna baxır. Rəhbər nəsə əlavələr edə bilər müəyyən kommunikasiya nəticəsində. Məlum ola bilər ki, insan həqiqətən mənim misal üçün Əli Əhmədovun hər hansı bir bacarığımı inkişaf etməyə ehtiyacım var. Bu normal bir şeydir və daha sonra bundan sonra performans dəyərləndirməsindən sonra işçilərin buna improvement area deyirlər. Yəni inkişaf sahələri müəyyən olunur və onun inkişaf sahələrinə uyğun olaraq da təlimlər cəlb olunur. Bu yerli təlim də ola bilər, daxili təlimçi də ola bilər. Ola bilsə şirkətdə daxili təlimçi ola bilər. Mən işlədiyim bir çox şirkətlərdə daxili təlimçi var. Müəyyən formalarda hansısa bir bacarıqları təlimçiyə görə verə bilirsə, niyə də yox? Hər zaman kənardan cəlb olunan təlimçi effektiv demək deyil. Şirkətin işçiləri var ki, çox savadlı, çox kompetensiyalı işçilər var ki, o təlim verə bilər. Niyə də yox? Bəs sizin müşahidələrinizə görə bizim əmək bazarında işçilərin ən çox hansı təlimə ehtiyacı var? Hansı bacarığı inkişaf etdirmələrinə ehtiyac var? Təlim və mentor məsələsindən istəyirəm ki, buna baxaq. Təlim daha çox universiteti bitirmiş, daha çox yeni bir karyera adımı atan şəxslər əlbəttə ki, daha çox hard bacarıqlardan söhbət gedir. Hər hansı bir texniki biliklər, maliyyə sahəsi olsun, hal-hazırda IT sahəsi bir dəqiqə çox trenddədir, proqramlaşdırma və s. Hal-hazırda bir çox istiqamət ona yönəlibdir. Karyeranın ilkin başlanğıcında əlbəttə ki, bu biliklər daha önəmli olsa da, daha biraz təcrübəli şəxslər daha çox soft bacarıqlara önəm verirlər. İdarə etmə bacarıqları, davranış bacarıqları, stresin idarə olunması, vaxt idarə olunması bu dəqiqə olduqca dinamik inkişaf edən dövrdə düşünürəm ki, ən bu dəqiqə
önəmli bacarıqlardan biri stresin və vaxtın idarə olunması. Çünki vaxt məhduddur. Məhdud iqtisadiyyatın da əsas qanunu məhdud resurslar şəraitində maksimal bir nəticə göstərmək özü də bir bacarıqdır. Vaxtımız məhduddur. 24 saatın içərisində bütün işləri etmək, effektiv etmək, düzgün etmək və maksimal fayda vermək. Biz vaxtı idarə edə bilmədiyimizə görə stres yaşayırıq, yoxsa stresdə olduğumuza görə vaxtı idarə edə bilmirik? Stres özü hardan yaranır? Stres özü orqanizm hər hansı bir gözlənilməz bir hadisə ilə, bir məsələlərlə rastlaşır. İnsan normal gedişatda stresə düşmür. Stres gözlənilməyən, idarə oluna bilməyən bir məsələlər zamanı yaranır. Biz nə qədər ki daha düzgün idarə etsək vaxtı, işləri, tapşırıqları, o qədər az stres olacaq. Stres nədir? Stres orqanizmin, bədənin gözləmədiyi bir şeydir. Dərhal nəsə bir hadisə. Məsələn, bu işi etməlisən. Məsəl üçün, falan tapşırığı niyə etmədin vaxtında? Amma sən bunu planlaşdırsan, vaxtında prioritetləşdirsən, özün beynində də bilsən ki, məsəl üçün, bu məsələ səndən istənilən vaxt soruşsalar ki, filan tapşırıq nə yerdə qaldı? Sən deyə bilərsən ki, mən də taskda, məsəl üçün, mənim tapşırıqlar siyahısında filan yerdədir. Məsəl üçün, 3 gün sonra bunu verəcəm sizə, filan. İnsan çox rahat olur, çünki artıq bunu bilir, idarə edir. Stres idarə edə bilmədiyin bir şeydən yaranır. Yüksəliş müsabiqəsində də yəqin ki, bu yarışmanın verdiyi bir stres var idi. Yəni qalib gəlmək istəyi və s. Bununla necə idarə edirdiniz? Elə çox düzgün məqam vurğuladınız. Yüksəliş müsabiqəsinin xüsusən də yarı final və final mərhələlərində düşünürəm ki, ən uğura aparan ən böyük amillərdən biri stresin və idarə olunması idi. Çünki təsəvvür edin ki, səhər tezdən 2-3 gün ərzində ardıcıl olaraq keyslər, yarışmalar, beyin fırtınaları, fərqli mövzular, müzakirələr, rəqiblər, rəqabət, sənin üçün yeni bir mühit, bilmirsən nəticə necə olacaq, bilmirsən nəyi qiymətləndirirlər, çünki ekspertlərin sənə yazdığını da bilmirsən. Sənin bildiyin 8 kompetensiyadır, o istiqamətdə bütün bilik və bacarığını sərgiləməlisən. Stres çox önəmli bir faktordur. Mən özüm şəxsən, yəni elə anlar olurdu ki, artıq yorulurdum. Artıq müəyyən bir stres səviyyəsi qalxırdı. Amma onu düzgün idarə edəndə məncə düşünürəm ki, qalib olan bizim həmkarlar bedək, qaliblərin bir çoxu və mən onu müsabiqədən sonra da görürəm ki, həqiqətən çox təmkinli, stresi idarə etməyi bacara bilən, soft bacarıqları güclü olan insanlardılar. Məsələn, o an nə edirsiniz? Başa düşəndə ki, çox stressdəsiz, çox həyəcanlısınız. Yəni düzgün su mu içirsiniz, havaya mı çıxırsınız, dərin nəfəs mi alırsınız? Yəni nə işlər, hansı texnikalar var? Stresin idarə olunması əslində bu bilirsiniz, bəzən sual verirlər ki, misal üçün yüksəliş müsabiqəsinə necə hazırlaşaq? Mən həmişə demişəm ki, hazırlaşmağa ehtiyac yoxdur. Yəni sən bunu zaten bu illər ərzində ya sən qazanmısan, ya da qazanmamısan. Bir ay, yarım ay hazırlaşmaqla o stresi idarə etmək mümkün deyil. Stres təcrübədir, bilikdir, bacarıqdır. Bir çox komponentlər bir-bir üstə gələndə sənin biliyin, bacarığın, şəxsi keyfiyyətlərin, sonra inkişaf etdirdiyin keyfiyyətlər, təcrübən, bunlar hamısı toplanır bir kompleks şəklində və sən həmin an bədəhətən olaraq sən özünə asılı olaraq stresi idarə edirsən. Çünki təcrübən var, bədənin immuniteti var, biliyin var, bu yolları keçmisən, sən böyük layihələri idarə etmisən, o layihələrdə vaxt sıxıntısı olub və sən onu keçmisən və artıq bilirsən, bədən də ona hazırdır. Təcrübəli insanlar stresdə olmur onda? Olur, stres hər bir şəxsdə var. Sadəcə stresi necə idarə edirsə ona maraqlıdır. Stres bu təbii olan bir prosesdir. İstənilən ən uğurlu insanda belə, hətta ən top idmançılar belə götürsə, stres olur. Hamısı deyir ki, misal üçün hətta ən tanınmış boksyorlar filan yarış qaba soruşublar kimsə səndə qorxu olub, deyir əlbəttə qorxu olub, sadəcə olaraq mən onu idarə etmişəm. Yəni qorxu, stres olmaması anormaldır. Sadəcə onu necə düzgün idarə edirsən, həmin an hansı qərarlar verirsən, hansı addımlar atırsan, bu çox önəmlidir. Yüksəliş müsabiqəsində sizi qalib edən bacarıqlardan da istəyirəm danışam. Sən ən yüksək xalı hansılardan aldınız? Düşünürəm ki, mənim indi hal-hazırda bu rəqəmlər tam yadımda deyil, amma bildiyim qədər, yadımda olan qədər mən daha çox bal almışdım komanda işindən, liderlikdən. Çünki komandada işləmək özü bir bacarıqdır. Komandanı uğur aparmaq. Mən bir dənə misal üçün kvot demək istəyirəm. Bu mövzu ətrafında belə bir maraqlı bir deyim var. Tanınmış bir John Maxwell var. Bu deyir ki, mentorluq özünə davamçı hazırlamaqdan daha çox özü kimi yeni liderlər hazırlamaqdır. Yəni komandada sən həm komandanın ehtiyaclarını başa düşməlisən, həm hədəfə çatmalısınız komanda şəklində. Eyni zamanda da komandanın hər bir üzvü inkişaf etməlidir. Yəni bu da gəlir təlimlər, mentorluq. Düşünürəm ki, yaxşı rəhbər, yaxşı lider
özündən sonra davamçı yetişdirməlidir. Özü olmayanda iş effektivdar olmalı. Və bundan qorxmamalı deyək ki, qorxmalı, əlbəttə. kimsə mənim yerimə keçə bilər. Belə bir deyim də var. Deyir ki, yaxşı rəhbər, yaxşı uğurlu şəxs mi deyək budur ki, həm öz müəllimini keçir, həm də özünü keçə biləcək bir tələbə hazırlayır. Yəni düşünürəm ki, düzgün liderində və komanda işinin əsas unsurlarından budur ki, komandanın hamısı inkişaf etməlidir və iş nəticəyə də fokuslanmalıdır. Bu proses ərzində də hər kəs inkişaf etməlidir. Tam razıyam. İşçinin inkişaf etməsi yaxşıdır, amma sanki bir qədər də əməkdaş nə qədər çox inkişaf edirsə, onu idarə etməkdə o qədər çətinləşir. Bu halda yəni düzgün idarə etmə metodları nə olmalıdır? Birinci bu, bax siz dediniz ki, bundan qabaqki mövzudakı misal üçün rəhbər işçini təlimə göndərmir və düşünür ki, təlimə gedəndən sonra işin ayrıla bilər filan. Yəni, bu kimi stereotiplərdən tam uzaqlaşmaq lazım. Artıq yenə deyirəm, fəlsəfi olaraq, mədəniyyət olaraq bu dəyişməlidir. Təlim, inkişaf normal bir prosesə çevrilməlidir. İşçi zaten gedəcəksə gedəcək. Hal-hazırda dünya trendi belədir ki, rəqabət iş yerləri çoxalıb və iş yerlərindən əlavə olaraq artıq qlobal bazar anlayışı artıq var. Xaricdə iş tapmaq olur, distant işlər tapmaq olur. Ona görə işçinin gedəcəyini düşünürəm ki, axırıncı bir iş olmalıdır. Siz elə bir mühit yaratmalısınız ki, işçi gedəndə onun əvəzində bir adam olsun. Təlim bir nəfərə yönlənməlidir. Təlim şirkətin mədəniyyəti olmalıdır. Təlim proqram şəklində olmalıdır. İşçinin davamçı bir proqram olmalıdır. Hər hansı bir star varsa, ulduz varsa, ulduz var əlada və ulduz gedəndən sonra nə olacaq? Bunu fikirləşmək lazımdır. Daim olaraq yeni bir nəfəslər gəlməlidir və mentorluğun təlimlərində bir yanaşması da hal-hazırki trendlərdə yeni işçilərdən nəsə öyrənir, təcrübəli işçilər. Əksinə bir reverse deyirlər buna. Əksinə mentorluq gedir. Yeni işlərdən nəsə öyrənirlər. Çünki yeni bir nəsil formalaşır. Onların yanaşmaları fərqlidir, onların ehtiyacları fərqlidir. Biraz da ego yəqin ki olmamalıdır ki, sən qəbul edəsən ki, təzə gələndən də nəsə öyrənmək olar. Tam normal şey. Mən özüm şəxsən misal deyim. Bir çox məsələlər var ki, yeni nəsil, yeni bir işçilər, belə şeylər var ki, məndən yaxşı bilirlər, normal bir şeydir. Mən də öyrənməyə çalışıram, o da mənə nəsə öyrənir. Bizim yüksəliş çərçivəsində, yəni bizim çox müzakirələrimiz olub, bizim də mentilərimiz, öz mentilərimiz də var. Bunu deyim sizə, yüksəlişin yeni bir belə bir proqram həyata keçirib ki, qaliblərin özləri də artıq mentordurlar və onlar tələbələrə mentorluq edirlər. Mənim şəxsən tələbələrdən öyrəndiyim çox məsələlər var. İnsanların yeni yanaşmaları çox fərqlidir. Əslində çox faydalıdır. Biz o yeni yanaşmanı görürük və biz də bu nəbzi tuturuq, belə deyək. Əli bəy, şirkət üçün əvəz olunmayan işçi var və olmalıdırmı ümumiyyətlə? Yoxsa hər kəs əvəz edilə bilər? Bu mənim fərdi, subyektiv fikrim deyim sizə. Yəni fərqli ola bilər kimisə yanaşmasında. Mən düşünürəm ki, əvəz olunmaz işçi olmalı deyil. Əvəz olunmaz işçi dəyərli işçi ola bilər. Faydalı işçi ola bilər, ulduz ola bilər, amma əvəz olunmaz olmalı deyil. Hər zaman B plan olmalıdır, hər zaman yeni davamçılar inkişaf etməlidirlər. O, əgər ulduz olan bir şəxs, əgər egosunu düzgünlərə bilirsə, o öz bilik bacarığını ötürməlidir, inkişaf etdirməlidir və daim bu çarx işləməlidir. Yəni çarx dayananda durğunluq olur və inkişafdan da düşmüş oluruq. Daim bu işləməli düşünürəm ki. Təşəkkür edirəm gəldiyinizə görə. Mən istəyirəm sonda yüksəliş müsabiqəsi ilə bağlı ola bilər ki, kimsə qeydiyyatdan keçib və ya hələ aprelin 10-na qədər qeydiyyatdan keçməyi düşünür. Həmin insanlara nəyi tövsiyə edirsiniz? Bu barədə mən sosial şəbəkələrdə də paylaşmalar etmişəm. Bircə deyəcəyim var ki, əsas qeydiyyatdan keçmək lazım mütləq şəkildə. Sonrasını artıq görəcəksiniz ki, nə qədər faydalıdır, nə qədər xeyirlidir, nə qədər maraqlıdır. Bunun üçün bir dənə qeydiyyat düyməsini etmək lazımdır. Proses, mən yadımdadır ki, qeydiyyatı keçəndə heç 5 dəqiqə vaxtım almadı. Qeydiyyatdan keçmək lazım, qoşulmaq lazımdır, yeniliyə açıq olmaq lazımdır. Yüksəlişin faydalarını saymaqla qurtarmaq olmaz, amma negativi deyirəm ki, yoxdur. Bir dənə vaxtdır, onu da düşünürəm ki, idarə etmək olar. Mütləq qoşulub keçib qeydiyyatdan keçmək lazım mütləq şəkildə. İkinci yüksəliş müsabiqəsinin qaliblərindən olan Əli Əhmədovun fikirlərini eşitdiniz. Biz bugün onunla birlikdə həm yüksəliş müsabiqəsi haqqında danışırdıq, həm də kadrların şəxsi və peşəkar inkişafı üçün təlim və mentorluq yanaşmaları necə olmalıdır, müasir trendlər nələrdən ibarətdir, bunu müzakirə etdik.